Assalomu alaykum azizlar, hurmatli kanallarimiz kuzatuvchilar, azizlar, bugun e'tiborlaringizga ajoyib bir fayzli xonadonni taqdim qilamiz. O shu ko'rib turgan uglovoydagi xonadonlaringiz. Ajoyib garajlari bor. Katta xonadon 185 metr kvadratga uy qurilgan. O'zi 200 metr kvadrat dedilar. Hozir egalaridan ma'lumot oldik. Yo'lning ustida yana asfalt yo'l. Asfalt yo'ldan kirib chiqasiz. Manzili neydi? Eminliğine çıksak, neden çıkamız? Gayipata Mescidinin yanına, yani Ürgen City. Bu anda domla görüntüleri. Yanında Emin Atan'ın dükkanı eken. Şimdi Selarak'a gitsekten çep aylansak, sport galleş taraftan çıkıladı bir yana. Asası avtobus ötedi, dikeldin ötedi düşüyordu avtobus. Transporttan mamma yok, su suyet gaz ba, mektep bakça ba. Simbolibanız Ürgen City oladı, öyden mektep bakçalar hazram işlet. 5'ten. Hemmesi. Geleverin. Acayip joy. Şu uglovoy deyilse, çünkü bu udobni, zor. Ne desem, bunlardan alohida yerda xalosizliklar o'ta ko'p versiyada ularni shaxsan o'zlaringiz be'anan hech kim juda etib. Garajlari bor. Alohida be'anlarni chiqib solganlar, buni depasi bor, bellaydan naves etilgan ajoyib etib. Uyimiz 2017-yilda qurilgan ekan, azizlar. Bahasını video davamında aytib o'tamiz. Uy egasini telefon raqamini yozib qoldiramiz. Hozirgi ekranlaringizda bu nomerlar uyingizni sizlar ham reklama berjak bo'lsangiz telefon etishingiz mumkin. Video davomida uy egasi deb uy egasini telefon raqami yozilib chiqadi. O'zlariga murojaat edasizlar. Video davomida aytgan dokumentlarni ko'rsatamiz. Manzili, hammasi haqida, pullari haqida aytiladi. Shuning uchun o'tirmang, oxirigacha ko'rishingizni so'rang, shunda tushunarli bo'ladi. Bellarina stishkala aytilgan, bemalol yana şurada maşinini koyup koyuyorlar hazır. Ve hanımından acayip yine elektronik varotalar koyulgan. Ondan xanadanımıza gireverişimiz. Uy nerselere bile satıladı. Teyar uy yine girip çıkıverəsiniz. Doğru girip yaşıverəsiniz. Garajda yakın telere bana brutçatkeler etilgen. Bir de sula ekkelingen. Acayip etip. Kafeller etilgen ana sokol kısımları. Yani 2017 yıl uy hem köyüne uy bomidayız. Benim olan katta bir maşinları sağda üzerinde BYD'lere bayacağım. Katta sana koyup koyuptalar. Sağda benim olan. Bir de alohida hacatxona etken ekerler. Keyin buna da pesinden bir oturadigan joylari bor. Ajoyib etib, keyin balkonlari bor. Hozir qo'limizdan kelgancha hamma narsasini ko'rsatib o'tamiz. Bunda yana suv geçiş uchun neler ham qoldirilgan, suvlarni o'zi ekkalingan. Görünüşte iyi bir yerden xonadonimizga ham girsak bo'ladi, to'g'ri. Garaj kısmında onda gaz uçuşuyla koyup tayar halatında gengi şu ikinci etajdan görsət düşəli ki xanadanımızı içan kısmı bilen danıştırıb ötəmiz. İzlə, indi xanadan kısmımız bilen danışıb ötəmiz. Kanalizasiyaları belə çıxarılğan yine. Belə kafellər ətilgən, fasad kısmı traversi ətilgən. İzlə, özlərimizi, xizmətlərimizi təklif edib ötəmiz. Biz arqalı nöçü öyünü tezrak asarak satadılar. Çünkü bize de 13 tane kanal var. 13 tane kanalda 300 bindən köp abunəçimiz var. Ve bize de satı güçlü. Çünkü libboy bir adam bizə kanala giringlədən həmməsində öy egesinin telefonu duradı. Doğru öy egesine telefon etinglədən soranlar, satıldı mı yok mu? Misal bir ay davamında 60 tane öy, ya ki 50 tane öy koysak şunu yarımından köpsü satalım. Sebep bize sizler üçün dokumentini tekşiremiz. Bu bir. İkincisi, uy egesini telefon rakamını koyup veremiz. Doğru primoyu özü bilen söyleşip gelip alaverəsiniz. Ortada vasitəçi olmaydı, yani ortada adam olmaydı. Dokumentleri, hüccətləri, həmmə əsas tekşirilirdi, mənzilləri ayıtaladı, egesini telefon rakamı bilen koyup veremiz. Şu üçün bizə kanal arkalı uyiniz tezrak satılışı mümkün. Eğer istəyirəm bizə reklama verməkçi olsanız da yine ekranlarınızda nomerlə göstəriləcək. Yəni 91'lik 434 66 66 rakamı ve 91'lik 094 27 27 rakamı. Bu rakamlara fakat reklama verməkçi olsanız telefon qilishiniz mümkün. Başqa məsələ boyunca biz zaten qılmamız izləyir. Yəni doğru düşünəsiniz deyə niyyətləmiz. Uy egesinin rakamı az video davamında ekranda yazıb çıxar. Bismillahirrahmanirrahim. Yerimizde yine köşeden girişimiz rakayın alayatılık arkalar kafelerden çıkarılmayı bilirim. Çırayla etmiş yenim oynasına çok koyup tuttu. Bir de su video. Prihorjur mebelleri tayar galla taşalgan. Radyatörle ötürülgen beyden patolog kısmı var. Plastikten işlengen. Bir yan tarafımız yine yani garaj kısmımız edəyiz. Gelemeyin girip girarımız.
Benim xanadanımıza giriş eşikleri yine plastik ramlarla koyulan, yani soğuk ötmeslik için, ne bulması için. Bismillah. Taxta polla etilgen, qalala taşalgan, mebellə təyar, kondisionerlə qoyulgan, çırayla boydan çıxarılgan, patolog qismi əcaib düzəltilgan, nəticə patologlar olğan, iyi əcaib lüstralar qoyulgan, həmin yerdə qalagerlə yararlı qədər zor. Televizorun zonuna yaxınlaşdırıb göstərdin. Televizorun zonamızdan bir figura verib çırayla etib işlətdilər. Yırtdıranlarınızı. Əcaib. Dalanımızı rəzviyə qıcıqda bir 3 mollara uzunasına bir 6 metrlə, 6-6,5 metrlə. Bunda yine girəverişimizə nələ koyulğan, kaçollar ornatılğan şöyle. Da kondisionerlə ornatılğan yırtdıranlar izləyin. Şimdi görünüşdə dalanımız. Öyümüzdə xanalı sanı. Birinci etajda bir spalnya, bir zal, bir hol, yani dalan. Kuxnyası əlaqədə qurulğan ki, dəfədə 2 spalnya, bir zal, iyi bir dalan var. Yani 5 xanadan ibaret plus dalanı var. 6'da 8'də buladı bulam. Bekləbərsizlə xana oladı. Yan tərəfimizdə zalımız. Verirəm çırayla düzəltilən, mebelləri təyar, qalaları təyar, çırayla boyladan çıxarılan, çırayla pərdələri qoyulğan gördüyünlər izləyin. Təyar xanadan heç bir rasot ət olur. Məsələn, patolog qismlarından çeşən patologlar etilən. Ana pökəklərə etibar qılınlar, şu pökəklərə yine çırayla etib düzəltib çıxarlar. Ve yan tarafımızda işte televizor getirdiyken gelirsizde kaladı. Veremezem çırayla düzəltilən, kartinkeler ornatılğanı. Şimdi görün işte. Dalanımızda yine radyatorla koyulur. Yırtdıranlar izleyin. Yanımızda ikinci etaj getirəcimiz, birini. Neyse qalanmayın. Neden çırayla bir şey yaptılar taxtadan, hoş eləyirik. Yanımızda sanuzol, yanımızda spalnyamız birinci etajdayı. Xanaları kətlədim, kiçkinə emas. Sıxmıydı adam. Где-то iş yörümüzdən bir 40'laba uzunasına bir 4,5 metrlə bayızlar. Radyatorla koyulur, aynalı plastik ramlarla. Əcaib fonla belə patolog qismi özgəçə stildə düzəltilən ekan. Estağfirullah, estağfirullah. Allahümme inni ya'uzu bi cemi'il hubusi vel haba'is. Yani koridorlarımıza acayip qalla taşalğan. Dalanımıza hem bir də qallısı var. Satıb alıb oturmayız. Yəni isə kuxnyası. Kuxnyadan həmməsə təyar. Radiatorla ötürülgən. Yəni kuxnya mebellə ba. Qaz plitəniz vitir şişəsinə çə ba. Xaladeniklə ba 2 etaj qaladı şöydə. Onda oturub o katlanmaka mebellə, uqalıq mebellə ba ilə. Deyib yanda bir kiçkinə cayıqan. Bunu salasanızla ne kısazla oladı? Şaşlık pişirədi onun. Kirsərədi onun cayı. Bizdə ikinci etajda dalan kısmımız. Yani hol, bir laminat bolla etilgən. İkinci etajımız əmmiri halla taşalğan. Balkonu var plus kondisioner, yine bir kondisioner var. Şimdi birimiz fondan çıxarılan patolog kısmı var. Etibar qılınlar. Çırayla düzəltilgən. Radiatorlar ötürülgən. Bunda yine ben kısmımızda ikinci etajdayız al. Birəm laminat pol, qalla taşalğan. İndi bu mideçüdə üstlər bu nərsələ getirdi. Pərdələr qoyulğan. Birimizə yine televizorni поставочный местоlar etilgən. Yanımızda bir spalnyamız. Katta spalnya kiçkinə emas. 4'e 4,5 mı? 3,5'a 4 mü? 4,5 mı? Şunu görün işte. Bu evimizin bahasına toxtalsaq, əzizlər, bahası $80.000 aytılıb tutdu.
Mənzilini göstərdik, tushuntirdik. Ekranda yine egesinin telefon rəqamları yazılgan, hüccətlərini göstərib bildik. İndi xuda xalasa Telegramdan taşıyımız dediler. Əgər taşak koysalar göstərəmiz. Bu masaz özlərimiz varıb görüb ötkətəmiz. Nəməz. Pulunu verib liboy bir oyunu notariusda hesablaşırlar. Heç qaysı oyunu pulunu gəlib durub yarımını ya yenə bir nəsəsini verib oturmaqla. Zalog verişiniz mümkün, yəni egesi satıb verməslik üçün. Ta qalan həmmə pulunu notariusa aparıb notariusda hesablaşmaqla şunu da nə deyir bir xavatırsız, qorxusuz alıb vəziyyət yaşaşsanız mümkün olar. Bizənin kanal həm haqqının halkımız üçün və özlərimiz üçün hərəkətdə video obzorlarımız mənzur gələn olsa, qolumuzdan gələcək maksimal dərəcədə hərəkət qılamız sizlər üçün. Şu sizlərə ertəng bir gün mamma bulmasın, ertəng bir gün nə deyir qiyinalmasınlar, qiyinalı qamasınlar, ya ki hüccətlərində bir nə olub durub aldanmasınlar deyə tekşirəmizə bizə. Bizə like basınlar, kommentariyada yaxşı fikirlərinizi yazıb qıldırınlar. Kanalımıza abunə olunlar, çünki bizənin kanal arqalı hüccətləri tekşirilən halatında üyə və üyə gələn telefon rəqamlarını bilən tapışınız mümkün olar. Həsə videolarımızı yəkilimiz əzizlər, sağ olunlar, salamat olunlar, bizən güzel gəlir üçün kətdə rəhmətliyimiz. Yeni videolarımızda görüşkünce.